Bismillahirrahmanirrahim. Dəyərli müsəlmanlar, İslam dini hər bir halda, hər bir vəziyyətdə, istər ailədə, istərsə də ümumən cəmiyyətdə müsəlmanların bir-birlərinə nəsihət etmələrini, bir-birlərinin islah olunmalarına çalışmağı əmr edir. Məsələ o qədər mühümdür ki, hətta sahabələr nəsihətlə bağlı Peyğəmbər sallallahu aleyhi və səlləmə beyyət etmişdilər. Cabir ibn Abdullah radiyallahu anhudan rəvayət olunur ki, mən namaz qılmaq, zəkat vermək və hər bir müsəlmana nəsihət etmək xüsusunda Peyğəmbər sallallahu aleyhi və səlləmə beyyət etmişəm. Elə bir fitnə fəsadlı bir zəmanəyə gəlib çatmışıq ki, bir çoxları bir-birləri ilə salamı kəsir. Qardaşında bir səhv görən kimi onunla əlaqələri kəsir, hətta başqalarına da öyrədir ki, filan kəslə salamlaşmayın, onunla əlaqələri həmişəlik kəsin. Halbuki dinimiz bizlərə səhv edənə nəsihət etməyi, onu başa salmağı buyurur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Əd-dinun nasihə." Din nəsihətdir. Yəni, biri səhv edirsə, günah iş görürsə, onu dərhal kəsib atmaq olmaz. Müxtəlif üsullarla ona nəsihət etmək, başa salmaq lazımdır ki, həmin səhvindən çəkinsin. Bu xüsusda sizlərə Ğafir surəsinin ilk ayələri ilə bağlı bir əhvalatı danışmaq istəyirəm. İbn Kəthir rahiməhullah Təfsirul Qur'an-ül-Azim, əzəmətli Quranın təfsiri əsərində bu qissəni Ğafir surəsinin əvvəlində gətirir. Bu maraqlı əhvalat möminlərin əmiri Ömər ibn-el-Xattab radiyallahu anhu barəsindədir. İbn Əbu Hatim rahiməhullah nəql edir ki, Şam əhlindən olan güclü, qüvvətli bir kişi var idi və o, vaxtaşırı Ömərin yanına gəlib onu ziyarət edirdi. Ömər xəlifə olanda Şamdan Mədinəyə gəlib xəlifəni ziyarət edirdi. Bir müddət keçir və həmin adam Ömərin yanına gəlmir. Ömər onun barəsində maraqlanır. Soruşur ki, filan kəsi çoxdandır görmürəm, nə baş verib? Ona xəbər verirlər ki, həmin adam içkiyə qurşanıb, içki aludəçisinə çevrilib. Baxın, bunu eşidəndə görün Ömər bin Xattab neynir? Demir ki, Allah onun cəzasını versin. Demir ki, əccəb oldu, yolunu azdı, kafirdir, fasiqdir. Demir ki, ondan salamı kəsin, qoyun ağıllansın. Həmin adamın böyük günaha alüdə olmasına rəğmən ondan salamı kəsmir. Neynir? Ona məktub yazıb göndərir. Yazır ki, Ömər ibn-el-Xattabdan filan kəsin oğlu filan kəsə Əssəlamu aleykum, sənə salam olsun. Fikir verin, salamla başlayır məktubu. Böyük günahlara görə insanları təkfir etmək xavariclərin əqidəsidir. Deyir, sənə salam olsun. Sonra deyir ki, mən sənə Allahı xatırlatmaq istəyirəm. Ardınca da Ğafir surəsinin 3-cü ayəsini zikr edir. Deyir ki, Ğafiriz-zəmbi və qabilit-təvbi şədidil-iqabi zittavl la ilahə illə huvə iləyhil-masir. Səni Allaha xatırlatmaq istəyirəm. O Allah ki, günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, lütfi böyük olan Allahdır. Ondan başqa ibadətə layiq məbud yoxdur, dönüş də onadır. Fikir verin, mömin belə olmalıdır. Qardaşı çaşanda onu kəsib atmamalıdır. Ona nəsihət etməlidir. Sonra neynir Ömər radiyallahu anhu? Məktubu yazandan sonra üzünü tutur ətrafındakılara və deyir ki, qardaşınız üçün dua edin. Dua edin ki, Allah ona hidayət versin. Onu tövbə etməyə müvəffəq etsin. Deməli, yolunu azmış adama bu cür müamilə edilməlidir. Nəsihət və dua. Məktubu göndərirlər, gedib çatır həmin adama.
Adam məktubu götürür və təkrar onu oxuyur. Deyir ki, günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, lütfü böyük olan Allah məni öz əzabı ilə qorxudur və mənə vəd verir ki, mənim tövbəmi qəbul edib məni bağışlayacaq. Başlayır bu sözləri təkrar edib ağlamağa. Sonra da tövbə edir və etdiyi günahları tərk edir. Xəbər gedib Ömərə çatdıqda ki, adam tövbə edib, deyir ki, siz də belə edin. Siz də belə edin. Yəni, siz də gördükdə ki, kimsə yolunu azıb, günah işlər görüb, belə edin. Nəsiyyət eləyin. Onun üçün dua edin ki, Allah ona hidayət versin. Bəddua eləməyin ki, Allah onu rüsva eləsin, Allah onu cəzalandırsın. Kafirdir, fasiqdir. Yox. Əksinə dua elə ki, Allah ona hidayət ver. Onu islah elə. Onu doğru yola yönəld. Sonra deyir ki, Ömər radiyallahu anhu, görsəniz ki, qardaşınız büdrəyib, yolunu azıb, çalışın ki, onun səhvini düzəldəsiniz. Sonra da Allaha dua edin ki, onun tövbəsini qəbul etsin. Həmin adama qarşı şeytana yardımcı olmayın. Yəni təhqirlər, qınamalarla şeytana, ona qarşı yardım etməyin. Allahu Akbar. Fikir verin, həmin adama qarşı şeytana yardımcı olmayın. Yəni sən ona nəsihət etmədikdə, ona bəddua etdikdə, ondan salamı kəsdikdə, həmin adama qarşı şeytana yardım etmiş olursan. Necə də çox ehtiyacımız var bu tövsiyəyə əməl etməyə. Bugün müsəlmanlar Ömər radiyallahu anhunun metodu ilə bir-birləri ilə davransalar, uca Allah vallahi ki halımızı islah edər və bizi izzətləndirər. Çünki bu sünnədir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Aleykum bi sünnəti və sünnətil xulafəir raşidinəl məhdiyinə min bə'di təməssəku bihə. Mənim və məndən sonra gələcək raşidi xəlifələrimin yolunu tutub gedin. Bu yoldan yapışın. Ömər radiyallahu anhum bu tövsiyəsinə tabi olduqda, biz Peyğəmbər sallallahu aleyhi və səlləmə və onun sünnəsinə tabi olmuş oluruq. Bunu öyrənib əməl etmək lazımdır bizlərə. Kim istəyir, açıb oxuya bilər. İbn Kəsirin təfsiri, Qafir surəsinin təfsirinin əvvəli. İslam alimləri bu qissənin yayılmasının zəruri olduğunu ifadə edirlər. Belə etməliyik ki, müsəlmanlar bir-birlərinə qarşı mehriban olsunlar. Bir-birlərinə kin və nifrət bəsləməsinlər. Çünki səhvsiz, günahsız insan yoxdur. Kim səhvsiz qardaş axtararsa, qardaşsız qalar. Səhvləri müalicə etmək lazımdır. Bəs nəyə görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, müminin güzgüsüdür? Yəni, mənim səhvimi sən görürsən, sənin səhvini mən düzəldirəm, mən sənin üçün gizlində dua edirəm, sən mənim üçün dua edirsən və beləcə cəmiyyət islah olmuş olur. Yoxsa ona salam vermə, buna salam vermə, ondan üz çevir, bundan üz çevir. Bu ancaq bizlərə zərər verəcək. Bizə bəlalar gələcək. Hər tərəfdən fitnələrə məruz qalacağıq. Salamı kəsmək olar, sünnəyə uyğun şəkildə bəzi hallarda, müəyyən istisna hallarda, müəyyən müddətə əgər bilirsənsə ki, bu həmin adamın islahına səbəb olacaq, o cür. Amma nifrətə, kinə, ədavətə səbəb olan salamı kəsmələr, bu dinimizə görə doğru deyil. Bu cür davam etsə, dediyim kimi fitnələrə məruz qalacaq. Niyə? Çünki Ömər radiyallahu anhu dediyi kimi biz bir-birimizə qarşı şeytana yardım edirik. Ona görə. Uca Allahdan diləyirəm ki, halımızı islah eləsin. Bizləri təfriqədən, fitnə fəsaddan qorusun. Bizləri gözəl əxlaq sahibi olmağa müvəffəq etsin. Amin. Vəlhamdülillahi Rabbil aləmin.